Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi ilə Dövlət Məşğulluq Agentliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən işsiz və iş axtaran şəxslərin əmək fəaliyyətinə köməklik göstərilməsi məqsədi ilə Biləsuvar rayonunda peşə təlimlərinə start verilib. Bu təlimlər eyni zamanda Cəlilabad rayonundakı Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində də həyata keçirilir. Layihə çərçivəsində işsiz yaxud ixtisasını təkmilləşdirmək istəyən şəxslərə yeni bilik və bacarıqlar qazandırılır. Dövlət Məşğulluq Agentliyinin layihələrindən biri də peşə kurslarıdır. Aktiv tədbirlər planlarından biri də peşə kurslarıdır. Hal-hazırda biz DAYA peşə kursunun açılışını icra elədik və bildirim ki, peşə kursları minimum 1 ay, maksimum 6 aydan ibarətdir müddəti. Həmin müddət ərzində müdavimlərə minimum əmək haqqının 50% məbləğində təqaüdlər ödənilir və yekunda imtahan verib beynəlxalq dərəcəli sertifikatlarla təmin olunur və müəssisə tərəfindən əmək müqaviləsi bağlanıb işə götürülür. Təlimlər zamanı iştirakçılar yalnız nəzəri məlumatlarla deyil, həm də praktiki vərdişlərdə təmin olunurlar. Psixoloqlar, loqopedlər və daiyələr üçün nəzərdə tutulan bu kurslar onların ixtisas səviyyəsini yüksəltməklə yanaşı gələcək məşğulluq imkanlarını da genişləndirir. Biz təlim prosesində müdavimlərimizə bu sahədə bilik və bacarıqlarını artırmaqda öz dəstəyimizi göstərəcəyik. İnanıram ki, təlim prosesi yüksək səviyyədə həyata keçiriləcəkdir. Psixoloji xidmətlərin aparılması işlərində də öz müdavimlərimizə dəstəyimizi əsirgəməyəcəyik. Hər kəsə uğurlar arzulayıram. Qeyd edək ki, bu kimi sosial tərəfdaşlıq layihələri regionlarda sosial xidmətlərin keyfiyyətini artırmaq və vətəndaş rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Bu günləri Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Dövlət Məşğulluq Agentliyi ilə birgə fəaliyyət müqaviləsinə əsasən təlimlərimizə start verilmişdir. Bu təlimlərin məqsədi ondan ibarətdir ki, burada xüsusi qayğıya ehtiyac olan uşaqlarla necə davranılmalı olduqlarını mənimsəməkdir. Bununla yanaşı, həmçinin biz dairəlik təlimində prosesini həyata keçirdirik. Bu istiqamət üzrə psixoloji dəstəklərin verilməsi, loqopedi xidmətlərin göstərilməsi və reabilitasiya xidmətlərinin göstərilməsi fəaliyyətlərində biz öz müdavimlərimizə, təlimçilərimizə bunu dərs prosesində izah edirik. Peşə təlimləri layihəsi gələcəkdə regionda məşğulluğun artırılmasına, ixtisaslı kadrların hazırlanmasına və sosial rifahın yaxşılaşdırılmasına xidmət edir. Təlimləri uğurla başa vuran müdavirələr gələcəkdə öz ixtisasları üzrə fəaliyyət göstərmək və daim iş yerlərinə qəbul olmaq imkanı əldə edəcəklər. Elvin Qudratov, İlqar Mustafayev, Bu Gün İnformasiya proqramı üçün.